Salam, bugün bizimle birlikte çok qədim ama bugün içinde oldukça aktual olan bir hikayeye başvuracağıq. Akanın hikayesi. Bu seçimler ve onların neticeleri hakkında unudulmaz bir derstir. Gelin birlikte büyük bir zəfərin necə bir anda fəlakətə çevrildiğini ve bütün bunların sebebinin daxildəki tek bir gizli günah olduğuna baxaq. Gelin bir anlıq o mənzərəni gözümüzün önündə canlandıraq. İsrail xalqı indicə alınmaz hesab edilən Yerixo şəhərini fəth edib. Hər kəsin əhval-ruhiyyəsi yüksəkdir. Qələbə eyfariyası yaşanılır. Elə bilirlər ki, onları heç nə dayandıra bilməz. Amma sonra hər şey dəyişir. Heç kimin gözləmədiyi bir şey baş verir. Onlar növbəti hədəfə, çox kiçik və zəif görünən Ay şəhərinə üst tuturlar və darmadağın olurlar. Bu sadəcə bir məğlubiyyət deyil. Şok edici və alçaldıcı bir zərbə idi. Bax, bütün hekayənin mərkəzində dayanan sual budur. Niyə? Nə səhv getdi? Yerixo kimi qüdrətli bir şəhəri alan ordu necə oldu ki, kiçik bir qəsəbə qarşısında aciz qaldı? Cavab, döyüş meydanında deyildi. Problem hərbi strategiyada və ya əskərlərin cəsarətində də deyildi. Mənbə bizə göstərir ki, uğursuzluğun əsl səbəbi mənəvi idi. Əsl düşmən qala divarlarının arxasında yox, elə düşərgənin öz içində, hamının arasında gizlənmişdi. Bu hekayəni anlamaq üçün çox vacib bir prinsipi bilməliyik. O dövrdə Allahla İsrail xalqı arasında bağlanan əhdə görə bütün xalq bölünməz bir bütöv sayılırdı. Yəni bir nəfərin etdiyi günah bütün cəmiyyəti, bütün xalqı Allah qarşısında məsul vəziyyətə salırdı. Və baxın, bu prinsip burada necə işləyir? Akanın fərdi səhvi, tamahkarlıqla etdiyi oğurluq bütün xalq üçün dəhşətli nəticələrə səbəb oldu. Bu, bir nəfərin gizli günahı minlərlə insanın məğlubiyyətinə və Allahın qəzəbinin bütün xalqın üzərinə gəlməsinə yol açdı. Yaxşı, bəs günahkar necə tapıldı? İnsan düşünər ki, Allah günahkarı dərhal ifşa edərdi, elə deyilmi? Amma yox, heç də belə olmur. Əksinə son dərəcədə metodik, yavaş və ədalətli bir axtarış prosesi başlayır və bu çox vacib bir məqamdır. Bu prosesin yavaş olması əslində bir mərhəmət jesti idi. Bu, Akana düşünmək, peşman olmaq və irəli çıxıb günahkar mənəm demək üçün dəfələrlə fürsət verirdi. Bir təsəvvür edin o gərginliyi. Axtarış bütün xalqdan başlayır. Sonra bir qəbilə seçilir. Qəbilənin içindən bir nəsil, nəslin içindən bir ailə və nəhayət axtarış çevrəsi daralıb tək bir adamın, Akanın üzərində dayanır. Bu eyni zamanda günahsız olan hər kəsi təmizə çıxaran bir prosesidir. Və budur, axtarış sona çatır. İndi gəlin etiraf anına və bu günahkar seçimin özünün necə baş verdiyinə, onun təfərrüatlarına baxaq. Yeşuanın sözlərinə diqqət yetirin. O hökm verməli olduğu halda qarşındakı günahkara necə də şəfqətlə yanaşır. O, ey cinayətkar demir, oğlum deyir. Bu, hətta cəza anında belə ürəyi mərhəmətlə dolu olan bir liderin səsidir. Akanın etirafı bizə əslində çox tanış olan 3 mərhələli bir günah zəncirini göstərir. Bu, sanki bəşəriyyətin ilk günahının bir təkrarıdır. Gördüm, arzuladım və götürdüm. Bu, sadə ardıcıllıq bir fəlakətə necə yol aça bilər? Baxın, Akanın etdiyi əməl sadəcə bir oğurluq deyildi. Əslində bu bir-birinə bağlı 5 fərqli cinayət idi. Allahın aydın əmrini pozmaq, lənətli sayılan əşyaları götürmək, oğurluq etmək, yalan danışaraq cəmaatı aldatmaq və sonda hər şeyi gizlətmək. İndi hekayənin bəlkə də ən güclü dərslərindən birinə gəlib çatırıq. Mənbə bizim üçün iki insan arasında kəskin bir təzad bir müqayisə yaradır. Rahav və Akan. Baxın bu müqayisəyə. Bir tərəfdən Rahav var. Cəmiyyətin kənarından gələn yad bir qadın, amma imanı seçir o. Digər tərəfdən isə Akan, xalqın tam içindən çıxan, əhdi bilən, amma ona xəyanət edən biri. Onların seçimləri həyatlarını kökündən dəyişdi. Biri xilas olub hörmət qazandı, digəri isə özünə və ailəsinə ölüm və rüsvayçılıq gətirdi. Yaxşı, bəs bütün bunun qədim hekayənin bugün bizimlə nə əlaqəsi var? Bizim üçün bu hekayənin əsas dərsi nədir? Bəlkə də ən böyük nəticə budur. Bizim üçün əsl təhlükə heç də həmişə çöldəki düşmənlər deyil. Çox vaxt ən böyük döyüşümüz elə öz içimizdə, ürəyimizdəki tamahkarlıqla və gizli seçimlərimizlə olur.
Akanın hekayəsi bunun canlı bir xəbərdarlığıdır və bütün bu hekayəni sanki bir cümlə ilə ümumiləşdirən bir həqiqət var. Bu ayə bizə xatırladır ki, insanlardan gizlədə bildiyimiz şeylər ola bilər, amma heç bir şey ilahi nəzərdən gizli qalmır. Hər şeyin mərkəzində dayanan həqiqət budur. Elə isə, gəlin bu son sual üzərində düşünək. Əgər biz həqiqətən də heç bir şeyin gizli qalmadığını tam dərk etsək, bu bizim gündəlik həyatımızı, kiçik və böyük seçimlərimizi necə dəyişdirərdi?